Salam, sizinlə mənəm Murad. Mən isə Leyla. Zehin Pod təqdimatında hazırlanan bu müzakirəmizə xoş gəlmisiniz. Bugün sizinlə qədim Yunan fəlsəfəsinin bəlkə də ən möhtəşəm əsərlərindən birinə, Platonun dövlətinə bir nəzər salacağıq. Hə, dövlət. Həqiqətən də çox dərin, çox qatlı bir əsərdir. Bəli, əlimizdəki bu mənbələr, yəni kitabdan seçdiyimiz hissələr, bizə ədalət, ideal cəmiyyət, insan ruhu kimi mövzular barədə düşünmək üçün çox zəngin material verir. Düzdür. Məqsədimiz də odur ki, bu bəzən mürəkkəb görünən dialoqlardan əsas fikirləri, ən maraqlı məqamları sizin üçün çıxaraq. Gəlin başlayaq onda bu fəlsəfi səyahətə. Başlayaq. Dövlət əslində sadəcə siyasətdən danışmır, elə deyilmi? Bu, həm etika, həm təhsil, həm də necə deyim, metafizika, yəni varlığın əsasları ilə bağlıdır. Tamamilə doğru. Platon burada Sokratın dili ilə çox fundamental suallar qoyur. Məsələn, ədalət nədir? Bu bəlkə də əsas sualdır. Bəli. Və ədalətli olmaq həqiqətənmi ədalətsiz olmaqdan daha yaxşıdır? Bax, bu sual bütün dialoq boyunca gedir. Dialoq da elə bununla başlayır. Ədalətin fərqli tərifləri ilə. Məsələn, yaşlı Kefalos var, onun üçün ədalət nədir? Deyir ki, borcları ödəmək, düzgün yaşamaq. Bir də deyir, varlı olmaq kömək edir buna. Sadə bir yanaşmadır, amma praktikdir onun üçün. Sonra Polimarxos gəlir, o daha ənənəvi bir fikir deyir, dostlara yaxşılıq et, düşmənlərə pislik. Amma Sokrat dərhal işi qarışdırır. Deyir ki, bəs dost kimdir, düşmən kim? Yanlış tanısaq necə? Yaxşılıq etdiyimiz adam əslində düşmən olsa, ya əksinə? Bəli, Sokrat bu tərifin də zəif yerlərini göstərir. Amma ən kəskin, ən provokativ fikir məncə Trasimaxosdan gəlir. Trasimaxos. O nə deyir? O birbaşa deyir ki, ədalət güclünün mənafeyindən başqa bir şey deyil. Yəni, kim güclüdürsə, qanunları o yazır öz xeyrinə və adını da qoyur ədalət. Çox, necə deyim, çox sarsıdıcı bir iddiadır əslində. Güc haqlıdır prinsipi. Bəli, və Platon, yəni Sokratın dili ilə, bütün dialoq boyunca məhz bu fikri çürütməyə çalışır. Göstərmək istəyir ki, yox, əsl ədalət güclünün istəyi deyil, insanın və dövlətin öz daxilindəki nizamdır, harmoniyadır. Bu daxili nizam, harmoniya fikri bizi birbaşa Platonun ideal dövlət təsvirinə gətirir, o polis anlayışı. Qədim Yunanistanda şəhər-dövlət tamam başqa bir şeydir, elə deyilmi? Əlbəttə, sadəcə idarəçilik deyildi. Vətəndaş həm dövlətin, həm də, necə deyim, kosmik nizamın, tanrıların nizamının bir parçası idi. Dövlətə qarşı çıxmaq, az qala tanrılara qarşı çıxmaq kimi idi. Maraqlıdır. Bəs bu ideal dövlətdə ən diqqət çəkən məqam nədir? Məsələn, o mühafizəkarların tərbiyəsi. O çox önəmlidir. Gələcək idarəçilərin, yəni filosofların və hərbçilərin tərbiyəsi. Platon onların təhsilinə inanılmaz dərəcədə fikir verir. Musiqi və gimnastika əsasdır. Amma hansı musiqi? Hər musiqi olmaz deyir, eləmi? Dəqiq. Deyir ki, bəzi musiqi ladları, məsələn, Lidiya, İoniya kimi ladlar insanı çox yumşaldır, ələ salır. Bunlar olmaz. Ancaq cəsurluq, təmkin aşılayan Dor və Frigiya ladlarına icazə verilməlidir. Təsəvvür edin, musiqiyə belə nəzarət. Təkcə musiqi də yox, ədəbiyyat da. Platon, Homeri, Hesiodu tənqid edir. Deyir ki, onların tanrılar haqqında danışdığı əhvalatlar, yəni tanrıların dalaşması, bir-birini aldatması, bunlar gənclərin əxlaqını pozur. Deməli, incəsənətə çox ciddi dövlət nəzarəti təklif edir. Bu, onun mimezis, yəni təqlid anlayışına tənqidi yanaşmasıyla da bağlıdır da yəqin. Tam olaraq. Mimesis təqlid. Platon düşünür ki, şairlər, rəssamlar reallığın özünü yox, onun kölgəsini, görünüşünü təqlid edirlər. Əsl reallıq isə dəyişməz ideyalardır. Məsələn, gözəllik ideyası. Sənət isə bu ideyalardan 2 addım uzaqdır. Birincisi, real əşyalar ideyaların kölgəsidir. İkincisi də sənət əsəri o əşyaların kölgəsidir. Kölgənin kölgəsi kimi bir şey. Vay be! Deməli, sənət insanı həqiqətdən uzaqlaşdırır Platonun fikrincə. Bəli, potensial olaraq uzaqlaşdıra bilər, əgər düzgün idarə olunmasa. Ona görə də nəzarət lazımdır. Və bütün bunlar bizi gətirir
dövlətin o ən məşhur, bəlkə də ən çox müzakirə olunan ideyasına. Hansı ki? Filosofların kral olması. Hə, ya filosoflar kral olmalı, ya da krallar filosof olmalıdır. Platonun arqumenti nədir? Deyir ki, ancaq filosoflar əsl həqiqəti, o dəyişməz ideyaları, gözəllik, ədalət, xeyir ideyaları kimi dərk edə bilirlər. Yəni, adi insanlar bunu bacarmır. Platon deyir ki, adi insanlar yalnız gözəl şeyləri görürlər, amma gözəlliyin özünü, ideyasını dərk etmirlər. Onlar sanki yuxudadılar, kölgələrlə yaşayırlar. Filosof isə oyaqdır çünki ideyaları bilir. Buna görə də yalnız həqiqi biliyə, epistemə sahib olan filosoflar dövləti düzgün idarə edə bilər. Adi insanlarınki isə sadəcə rəydir, doksa. Bu bilik məsələsi onun ruh haqqındakı fikirləri ilə də uzlaşır deyəsən. Ruhun 3 hissəsi? Bəli, bəli. Çox vacibdir. Deyir, ruh 3 hissədən ibarətdir. Ağıl, düşünən hissə, iradə və ya qəzəb, emosional cəsarətli hissə, fümos və istəklər, nəfs, arzular, appetit. Hə, o Leontios hekayəsi var idi mənbədə, çox təsirlidir. Cəsədlərə baxmaq istəyi nəfs ilə özünə əsəbləşməsi iradə. Platon bu 3 hissəni dövlətin 3 təbəqəsi ilə müqayisə edir. İdarəçilər, ağıl, mühafizəkarlar, yəni hərbiçilər, iradə və sənətkarlar, fermerlər, yəni əməkçilər, nəfs. Deməli, ədalətli insan da, ədalətli dövlət də odur ki, hər hissə öz işini görsün və ağıl digərlərinə rəhbərlik etsin. Tamamilə. Ədalət bu daxili harmoniyadır. Hər hissənin öz funksiyasını yerinə yetirməsi və ağılın hökmranlığı. Bəs sonra nə olur? Platon deyir ki, bu ideal vəziyyət pozula bilər. Dövlət formalarının tənəzzülü. Bəli, bu da çox maraqlı hissədir. Ruhun tənəzzülü ilə paralel gedir. İdeal aristokratiyadan ən yaxşıların, yəni ağıllıların, filozofların idarəsindən başlayır, sonra şöhrət, şan həvəsi önə çıxır, bu olur timokratiya, iradənin, hərbiçilərin hökmranlığı. Sonra var dövlət hərisliyi güclənir. Bu olur oliqarxiya, varlıların hakimiyyəti, nəfsin daha çox önə çıxması, bundan sonra isə həddindən artıq azadlıq və qaydasızlıq gəlir, bu demokratiyadır Platon üçün. Demokratiyanı da yaxşı saymır, deməli. Yox, onu oliqarxiyadan sonra amma tiranlıqdan əvvəlki pillə kimi görür. Çünki, deyir, demokratiyadakı ifrat azadlıq sonda qanunsuzluğa, xaosa gətirib çıxarır və bu da ən pis formanın tiranlığın yaranmasına şərait yaradır. Tiranlıq, ən pis forma. Bəli, tiranlıq odur ki, ruh tamamilə ən alçaq, qanunsuz istəklərin, xüsusən də Erosun burada dağıdıcı bir ehtiras kimi təsvir olunur, əsarət altına düşür. Tiran öz nəfsinin quludur və Platon onu ən bədbaxt insan hesab edir. Görünür, dövlət həqiqətən də, yəni minilliklər keçsə də bugün də aktual suallar qoyur ortaya. Ədalət nədir? İdeal cəmiyyət necə olmalıdır? Biliklə hakimiyyət necə əlaqələnməlidir? Bəli, çox dərin və düşündürücü suallardır. Biz çalışdıq ki, bu zəngin mənbədən əsas məqamları sizin üçün ümumiləşdirək. Ümid edirik ki, bu müzakirə, bu söhbət sizə Platonun o mürəkkəb, amma çox maraqlı dünyasına bir pəncərə açdı. Və bəlkə də sizi daha çox oxumağa, araşdırmağa həvəsləndirdi. İndi bir sual da sizə, əziz dinləyicilər. Sizcə, Platonun təsvir etdiyi kimi, həqiqəti bilən filosofların idarə etdiyi bir dövlət, bugün bu realdır, ya da ümumiyyətlə arzu olunandır? Yoxsa bu sadəcə çox gözəl, amma əlçatmaz bir xəyaldır, bir utopiyadır? Bax, bu sual üzərində düşünməyə dəyər. Bugünlük bizdən bu qədər. Əgər bu cür dərin araşdırmalarımızı bəyənirsinizsə, bəli, o zaman Zehinpod kanalımıza abunə olmağı və bu bölümü də bəyənməyi unutmayın. Gələn görüşlərə dək. sağ olun.